Hörmətli izləyicilər, bildirmək istəyirik ki, bugün milli qəhrəman Fazil Mehdiyevin atası Umut Mehdiyevin vəfatından 40 gün ötür. Xatırlatmaq istəyirik ki, milli qəhrəman Fazil Mehdiyev 1991-ci ildə erməni təcavüzkarlarına qarşı qəhrəmancasına döyüşərək şəhid olmuşdur. Biz də Milli TV olaraq şəhid atası Umut Mehdiyevin 40 mərasimi ilə bağlı ailəsinə başsağlığı verib Allahdan rəhmət diləyirik. Allah rəhmət eləsin.